Tarixin ən bəxtsiz, ən çox final məğlubiyyəti yaşamış oyuncusu Mikhail Ballak. İlk dəfə Almaniya futbolunda hamının diqqətini üzərinə Kaiserslautern klubunda oynayarkən çəkmişdi. O klubu əvvəlcə 2-ci diviziondan əsas liqaya qaldırır. Daha sonra isə elə həmin sezonda Almaniya çempionu edir. Almaniyada bu hadisə hamı üçün inanılmaz idi və möcüzəyə bərabər idi. Onlar hətta Çempionlar Liqasının 4-1 mərhələsinə kimi də gedə bilmişdilər. Ballakı və onun uzaqdan zərbələrini artıq bütün dünya tanıyırdı. 99-cu ildə o Leverkusen klubuna keçir. Məqsəd əlbəttə ki, həm Çempionlar Liqasında, həm də ölkədə çempion olmaq idi. Son turda ən yaxın izləyicisindən 3 xal qabaqdaydı. Son oyun isə ortabab komandalardan birinə qarşı idi. Gözlənilmədən Leverkusen həmin oyunu uduzur və çempion Bavariya olur. Və beləliklə Ballakın bütün karyerası boyu təkrarlanan o bəxtsizlik zolağı başlayır. 2001-2002 sezonu əslində onun üçün çox gözəl başlamışdı. Ölkə çempionatında lider idilər və treble eləmək üçün Çempionlar Liqasının finalında Reala qalib gəlmək lazım idi. Ancaq Zidanın möhtəşəm zərbəsi Ballakın növbəti dəfə Çempionlar Liqasının bir addımlığında saxlayır. Ölkə çempionatında isə 5 xal qabaqda olsalar da son turlarda birinciliyi əldən verirlər. Ballak 2002-ci il dünya çempionatının finalında oynaya bilməmişdi. Ancaq əvvəlki oyunlarda 4 asist və 3 qol vurmuşdu. Bunlardan ikisi çox vacib qollar idi. Çempionatın simvolik yığmasında Klose, Oliver Kahn və Ballak var idi. 2002-nin yay ayında Ballak kubok qazana bilmək üçün Bavariya klubuna keçir və istəyinə nail olur. 4 sezon ard-arda Almaniya çempionu və qızıl dubl sahibi olur. Burada o komandanın liderinə çevrilir və keçirdiyi 150 oyuna 62 qol vurur. Problem ondaydı ki, o yalnız ölkə daxilində nailiyyət əldə edə bilmişdi. 2004-cü ilin Avropa çempionatında isə heç qrupdan da çıxa bilmədi.